Verilmiş kodun icrasından sonra ekrana hansı ifadə çıxacaq? Baxa, xətti bir alqoritmimiz verilib və sətirlər üzrə iş görürük. A dəyişəni təyin edilib. A dəyişəninin qiyməti olaraq ənəlhəq sözü götürülüb. Daha sonra B dəyişəni təyin edilir və B dəyişəninə deyilir ki, A dəyişənində bir replace prosesi aparır. Replace prosesi nə edir? Birinci fragmentlə ikinci fragmentin yerini dəyişdirir. Yəni burada biz nə edəcəyik? Ə hərflərinin yerinə Y hərfini yazacağıq və B-yə mənimsədəcəyik. Yazıram buradan. Ə'nin yerinə E'ləri artırıram. Böyük Ə olduğu kimi qalır. Çünki orada sadəcə bizdən kiçik Ə'lərin yerini dəyişməyi tələb edir. Kiçik Ə'lərin yerinə E yazıram. Və B-yə mənimsədirəm. Daha sonra C dəyişəni təyin edir və C dəyişəninə deyir ki, B dəyişəninin upper versiyasını yaz. Upper nə edirdi bizdə? Bütün hərfləri böyük hala çevirirdi. Və mən burada B dəyişəninin bütün hərflərini böyük hala çevirsəm, baxın bu formada alınacaq ki, mən bunu nə edəcəm? C dəyişəninə mənimsədəcəm. Və sonra da nə edir? C dəyişənini çıxışa verir. Və ekrana hansı forma çıxır? Baxın bu. Böyük hərflərlə yazılmış ənəlhəq sözü çıxır ki, bu da Y variantında yazılmış haldır ki, düzgün cavab olur.